Ötən gecə Qərb bölgəsində qeyri-sabit hava şəraiti rayonlarda bir sıra fəsadlar yaradıb. Aramsız yağışlar səbəbindən bir neçə kəndin ərazisindən sel keçib. Fərdi təsərrüfatlara, əkin sahələrinə və malqaraya ciddi ziyan dəyib. Mütəxəssislər isə belə hallarda aqrar sığortanın əhəmiyyətinin daha da artdığını vurğulayırlar. Ötən gün Daşkəsənin Quşçu və Zeyli kəndlərində sel suları sakinlərin fərdi təsərrüfatlarından təsadüfsüz ötüşməyib. Heyvandarlıq təsərrüfatlarına ziyan dəyib, xırdabuynuzlu heyvanlar kütləvi şəkildə tələf olub. 260 baş qoyunumuzu sel gözümüzün qarşısında apardı. Gözümüz görə sel apardı. 90 baş mənim heyvanımdan tələf oldu. 260 başında sel apardı. Sel nəticəsində xırdabuynuzlu heyvanlarını itirən təsərrüfat sahibləri indi ciddi maddi zərərlə üzləşiblər. Fermerlər bildirirlər ki, bir gecədə illərlə formalaşdırdıqları təsərrüfatın böyük hissəsini itiriblər. Onların sözlərinə görə tələf olan heyvanların əksəriyyəti sığortalanmadığından dəymiş ziyanın qarşılanması mümkün görünmür. Mənə məxsus olan xırdabuynuzlu təsərrüfatdan ümumilikdə 82 baş, onun 77 baş qoyun olmaqla, 5 baş keçi olmaqla təbii fəlakət nəticəsində tələf olubdur. Mütəxəssislər bildirirlər ki, təbii fəlakətlər nəticəsində yaranan zərərlərin qarşısını tam almaq mümkün olmasa da, aqrar sığorta mexanizmi fermerlərin maliyyə itkilərini minimuma endirməyə imkan verir. Aqrar sığorta fondunun məlumatına görə sel, su basma, qasırğa və digər təbii hadisələr sığorta təminatı verilən risklər sırasındadır. Heyvandarlıq sahəsində də xüsusi heyvandarlığa məxsus yoluxucu xəstəliklər, həmçinin yemdən, zəhərli otlardan, kimyəvi maddələrdən zəhərlənməklə yanaşı təbii fəlakətlərdə sığorta təminatı verilir və bu sığorta təminatları nəzərə alsaq ki, xırdabuynuzlu heyvanın qiyməti, orta bazar qiyməti 300 manat olduğu halda sığorta haqqı 7-11 manat arasında dəyişir. Ekspertlərin fikrincə, son illər iqlim dəyişiklikləri fonunda təbii fəlakətlərin sayının artması aqrar sığortanın əhəmiyyətini daha da artırır. Bununla belə fermerlər arasında maarifləndirmə işlərinin genişləndirilməsinə ehtiyac qalır. Aqrar sığorta fondu bu sahədə xərclərin yarısını dövlətin üzərindən çəkməklə sahibkarlıq xərcini aşağı salır. Həm də eyni zamanda qaydalar müəyyənləşdirməklə bu sahənin inkişafına dəstəyin verir. Təbii ki, heyvanların sığortalanmasında dövlət subsidiya mexanizmi və dövlət dəstəyi olduğuna görə heyvanların saxlanma qaydaları, heyvanların qidalanma qaydaları Nazirlər Kabinetinin müvafiq qaydalarına uyğun həyata keçirilməlidir. Heyvanlar müvafiq qaydalara uyğun şəraitdə saxlanmalı və qidalanmalı zamanında müəyyənləşdirilmiş qaydalara riayət edilməlidir. Mütəxəssislər fermerlərə təsərrüfatlarını və heyvanlarını vaxtında sığortalamağı tövsiyə edirlər. Bildirilir ki, bu təbii fəlakətlər zamanı yaranan maliyyə itkilərinin qarşılanmasında ən effektiv mexanizmlərdən biridir. Günəş Rzayev, Əfqan Bayramov, Space Xəbər.